Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yardımlıda ov zamanı bədbəxt hadisə baş verib. Hadisə ötən gün rayonun Ostayır kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Xəyyam Nağıyev Vüqar Əsgərovu güllələyərək öldürməkdə şübhəli bilinir. Hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Məlumata əsasən onlar birinci heyvanı vurduqdan sonra ikinciyə atəş açmaq istəyiblər. Lakin həmin an yanlarında olan itin hərəkəti atəş istiqamətini dəyişib və güllə təsadüfən Vüqar Əsgərovun ürək nahiyəsinə dəyib. Nəticədə o hadisə yerindəcə dünyasını dəyişib. Qeyd edək ki, hər iki şəxs ailəli olublar və hər ikisinin 3 övladı var. Onların uzun illər dostluq münasibətləri olduğu bildirilir. Hadisədən dərhal sonra Xəyyam Nağıyev polisə könüllü şəkildə təslim olub. Faktla bağlı hüquq mühafizə orqanları araşdırma aparırlar.